Salam, axşamınız xeyir olsun, hörmətli dinləyicilərimiz. Azərbaycan Nədən Danışdı proqramının növbəti buraxılışını təqdim edir. Studiyada mən Yunis Orucovdur. Əziz dinləyicilərimiz, Amerika Prezidenti Donald Trump'ın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının təklifi irəli sürən 28 maddəlik planı hələ də müzakirə mövzusudur. Biz bugün bu barədə danışacağıq. Eyni zamanda bir neçə gün bundan öncə Azərbaycanda səfərdə olan Ermənistan Vətəndaş Cəmiyyəti nümayəndələrinin Ermənistana qayıdandan sonra revanşistlərin təzyiqləri ilə üzləşməsi də diqqət mərkəzimizdə olacaq. Söhbətimizə başlamazdan öncə qeyd edim ki, politoloq Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə bizə telefonla bağlanıb. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Məhəmməd müəllim, Donald Trump'ın 28 maddəlik Ukrayna planının artıq danışıqlardan sonra 19 maddəyə indirildiyinə dair xəbərlər dolaşır. Bir çoxları bunu Rusiya üçün məğlubiyyət, digərləri isə Ukrayna üçün məğlubiyyət hesab edir. Sizcə bu plandan çıxan nəticə nədir? Təbii ki, Rusiya ilə ABŞ arasında bu 28 maddədən ibarət sülh planı Putin də qeyd edir ki, bu Donald Trump'la öz arasında Ankoricdə razılaşdırılan sənəddir. İndi göründüyü kimi indi üzə çıxarılır və bu proses ondan ibarətdir ki, məhz Donald Trump'la Vladimir Putin bu məsələdə razılaşıblar və 28 maddə demək olar ki, Rusiyanın istəklərini orada tamamilə təsvir etmiş. Nə idi istək? Birincisi, Ukraynanın silahsızlaşdırılması ilə Rusiya əvvəldən də bəyan edirdi ki, müharibənin başlamasından Ukrayna silahsızlaşdıracaq, ordusunu demək olar ki, ixtisara salacaq və həmin maddələr də burada qeyd olunur və Ukraynanın da şərq hissəsini ilhaq edəcək. Təbii ki, bu beynəlxalq hüququn pozulmasıdır, güc yolu ilə dövlətlərin ərazi bütövlüyünün pozulması, bu qəbul oluna bilməz və gələcəkdə yeni prezidentlərə yol aça bilərdi. Ona görə də Avropa ölkələri və Ukrayna prezidenti də burada prinsipiallı və diplomatik bir mövqe ortaya qoydu və Amerika Birləşmiş Ştatları ilə konfliktə getməməklə prosesi öz müttəfiqləri ilə danışaraq demək olar ki, yoluna qoyulur. Çünki 28 maddə əgər qəbul olunsaydı, noyabrın 27-si Zelenski onu imzalasaydı, bu Rusiyanın taktiki qələbəsi, Qərb alyansının parçalanması olardı. Yəni NATO ölkələri də, Avropa ölkələri də, xüsusilə Böyük Britaniya, Fransa, Almaniya bu məsələdə Amerika Birləşmiş Ştatlarını təzyiq etdilər və nəticədə Cenevrədə üçtərəfli danışıqlar başladı və Avropa Birliyinin hazırladığı maddə 28 maddədə 19 maddəyə indirildi. Amma yəqin siz də izləyirdiniz. Bu məsələ ilə bağlı Avropa İttifaqının da öz planı təqdim olunmuşdu. Hərçənd ki, o plan o qədər də diqqəti cəlb etmədi. Bəli, 24 bənddən ibarət. Amma burada həmin 24 bəndlik maddələr də ora əlavə olunub. İstər elə Avropanın da burada Avropanın da hazırladığı 24 maddədən ibarət sülh planı da və o Trump'ın da sülh planı qəbul olunmasın, amma burada oturulub danışılmalıdır. ABŞ, Avropa İttifaqı və Ukrayna bu tərəfli bir plan hazırlansınlar 19 bənddən ibarət. Və bunu sonra Rusiya versinlər. Rusiya əgər qəbul etməsə bunu, təbii ki, Rusiya tərəfi üçün də mənfi nəticələr olacaq. Bilirsiniz, 19 maddədən ibarət həmin plan bunun ana xəttini atəşkəs təşkil edir. Çünki orduların durduğu indiki təmas xəttində əməliyyatlar dayanır və danışıqlar başlayır. Rusiya da bunu qəbul eləmir. Rusiya deyir ki, atəşkəsə bununla gedə bilərəm ki, Ukrayna şərq Donbas buna keçsin, bunun ərazi bütövlüyü kimi tanınsın. Ukrayna silahlı qüvvələri ixtisara salınsın. Ukrayna əlində ballistik raketlər, ağır silahlar, hücum silahları olmasın. Yəni buna hansı bir dövlət gedə bilərmi? Budapeştdə 1994-cü ildə memorandum imzalandı. Ukraynanın əlindən nüvə silahını da aldılar, bombardmançı strateji təyyarələrini də aldılar.
ballistik raketlərini. Üstəlik Rusiya da Ukraynaya təhlükəsizlik təminatı verir. Nəticə nə oldu? Elə 30 il keçmədi ki, Rusiya Ukraynanın işğal elədi. İşğal eləməyə də hazırlaşır. İndi də Rusiya istəyir ki, Ukraynanı silahsızlaşdırsın, ordunu irtisal eləsin, 4-5 ildən sonra yenidən döyüşmədən gedib Kiyevdə otursun. Yəni Rusiya ilə qəti surətdə nə diplomatik, nə də hər hansı bir müqavilə üzərindən danışıqlara getmək olmaz, mən düşünürəm. Revanşistlər Ermənistanda qəzəblənib, onları qəzəbləndirən əsas amillərdən biri də Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakıya səfərindən sonra verdiyi açıqlamalardır. Sizcə onların təzyiqini və dediklərini nə dərəcədə ciddi qəbul etmək olar? Revanşistlərin artıq qatarı gedir. Nikol Paşinyan da bəyan etdi 2026-cı il seçkilərindən sonra ümumiyyətlə onlara Ermənistan siyasətindən silib süpürməlidir və onlar haqqında çox ağır dilə gətiriləcək ki, belə sözlər, dilə getirilə bilməyəcək sözlərdən istifadə edəcək Ermənistan baş naziri. Yəni onlar bu gün erməni cəmiyyətinin mikroblarıdır və 30 ildə erməni cəmiyyətini onlar xəstələndirdi, mikrob saldılar. Bu günləri Azərbaycan və Ermənistan arasında liderlərin siyasi iradəsi əsasında təmaslar var. Bu demək deyil ki, bu sülh deyil. Sülh deyil, təbii ki, müharibə dayanır. Sülh proses istiqamətində müəyyən addımlar atılır və burada Ermənistan vətəndaş cəmiyyəti, Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri də qarşılıqlı səfərlər edirlər. Buna Azərbaycanda müsbət yanaşırlar. Amma revanşistlər isə tamamilə Moskvanın dirijorluğu ilə bunlar hərəkət edir. Məsələn, ötən gündə Moskvadan məşhur bir radionun direktoru və aparatçısı olmuş, özünü dırnaqarası demokrat adlanan bir emsarı göndərib Ermənistana. Yəni də onlar Qarabağ xulyasını gündəmə gətirdilər və qeyd edir ki, Rusiya üçün Qarabağ məsələsi bitmir. Yəni gəlib ki, revanşistlərə zəhər vermək. Yəni revanşistlər və Rusiya bunlar eyni amildir və bunların da məqsədi iki ölkə arasında sülh prosesini tormozlamaqdır. Amma düşünürəm ki, Nikol Paşinyan bunlara imkan verməlidir. Məhəmməd müəllim, qısa olaraq mən istəyirdim, siz həm də bir qədər əvvəl vurğuladınız, Ermənistanda konstitusiya referendumu 2026-cı il parlament seçkilərindən sonra keçiriləcək. Sizcə niyə Paşinyan bu seçkini, bu referendumu parlament seçkilərindən sonraya saxladı? Hər hansı bir risk gördü, yoxsa başqa fikirləri var idi? Yox, təbii ki, riskə getmək istəmir. Çünki riskə gedərsə orada Azərbaycanla bağlı bəndlər var, onlar çıxarılacaq. Bundan revanş qrupları istifadə edə bilərlər. Ona görə də düşünürəm ki, Azərbaycan da bunu anlayışla qarşılayır. 2026-cı il parlament seçkilərindən sonra konstitusiya referendumuna gedəcək. Bu daha da sabit bir prosesdir. Çox sağ olun. Maraqlı müsahibəyə görə sizə öz təşəkkürümüzü bildiririk və dinləyicilərimizin də diqqətinə bir daha çatdırmaq istəyirəm ki, bizimlə telefon bağlantısında politoloq, Milli Cəbhə Partiyasının başqa müavini Məhəmməd Əsədullazadə idi. Əziz dinləyicilərimiz, bununla da verilişimiz başa çatır. Biz sizinlə sabah yenidən eyni vaxtda və eyni məkanda görüşəcəyik. Ona qədər özünüzə yaxşı baxın, sağ olun.